İstədiyim yerə gəldim. Sabah inşallah burada bulaq var. Biz bulağın yanında saxladıq. Yəni karavanı yerləşdirək, içində yemək hazırlayaq, ölür yatından. Dostlarımla anidən qərar verib karavanla səyahətə çıxdıq. Karavanın qaz deposunu doldurub, bazarlıq edib, karavan üçün hətta balış da almışam. Bazarlığımızı karavanımıza yerləşdiririk. Karavanımızın soyuducusu 7-24 buz kimi saxlayır və bu da bizim balışımız. Yolumuza davam. Sumqayıt şəhərindən çıxıb Xızı şəhərinə gəldik, çatdıq. Xıda bizi nələr gözləyir, hələ bilmirik. Yollar biraz çətindir, dumana düşdük və gəldik, çatdıq. Hava soyuqdur, dəhşət. Gedək yerləşək, yeməyimizi bişirək, yataq karavanda. Dərhal özümə bir yer tapmalıyam. Duman çəkilib, özümə bir yer tapıb dayandım. Tsunamisi çəkdik. Karavanı hazır vəziyyətə gətirdim. Artıq işıqlarımız da yandı. Karavanın içərisi istidir. Kombini qoşmuşam. Dərhal yemək hazırlamaq lazımdır. Soyuducumuzdan ərzaqlarımızı götürüb, dostlar, soyuducumuz heç bir elektrik vasitədən istifadə olunmadan buz kimi saxlayır. Bu isə karavan üçün əlverişlidir. Ciyəri doğrayıb mən dedim ki, bir çay dəmləyim. Çay mənliyim. Daha yaxşı çay dəmləyim sizin. Rəngindən bəllidir necə çay olduğu. Yemək hazırlayaq. Bayır çox soyuqdur, karavanın içərisi isə çox isti. Yavaş-yavaş işi qurmuşuq. Atılğan qardaşımız təmizlik baxımından çox titizdir və yeməyimiz də hazır. Mən bir də söz deyim. Bu soyuğun malı ilə bu isti yoxdur. Bismillah elə. Artıq gecdir, yatmaq vaxtıdır. İşıqlarımızı söndürüb və qonaq otağını necə yataq otağına çevirməyimizi sizə göstərirəm. Otağımızda da 2 nəfər rahatlıqla yata bilər. Mən isə işıqları azaldıb keçirəm qabları yumağa. Karavanda səhər yeməkdə möhtəşəm çəkilişimiz var. Bizi izləməyi unutmayın dostlar.